Allahın selamı, rəhməti üzərinizə olsun, dəyərli dostlar. Saytımıza belə bir sual ünvanlayıblar. Deyirlər ki, son zamanlarda qeyri-rəsmi bir şəkildə bir çox orta məktəb direktorları tələbələrin baş örtüsü ilə məktəbə gəlməsinə qadağa qoyublar. Sizcə bu nə qədər doğrudur? Əlbəttə ki, bir xalqın inancına, milli, mənəvi dəyərlərinə müdaxilə etmək nəinki məktəb direktorlarının, hətta dövlətin belə haqqı, hüququ deyil. Əslində bu məsələ yeni də deyil. Mən bir tərəfli olaraq da bunu izah etməyəcəm. İnşallah məni düzgün başa düşərlər. Birincisi, xalqın milli, mənəvi dəyərlərinə yad olan məktəb direktorları, istər dövlət nümayəndələrin bir çoxu belə şeylərə təşəbbüs etməsi normaldır. Bu məsələ yeni bir məsələ də deyil. Türkiyə xalqı da bu haqda çox çəkdi. Oranın eğitim sistemində, tədris ocaqlarında, hətta dövlət idarə sistemində bir çox xalqın milli, mənəvi dəyərlərinə yad insanlar idarə etdiyi üçün xalqı bundan çox əziyyət çəkdi, təhsildə böyük sıxıntılar oldu. İndi günümüzdə də bilirsiniz, komünist dönəmindən qalan, bilirsiniz, 70 ildə din düşmənçiliyini öyrədən, əslində geriliyin, geri qalmışlığın, cəhalətin bir rəmzi kimi görülür. Belə insanların gözündə, zehniyyətində bunları bu şəkildə zamanında biz də bu təhsil sistemindən keçdik. Belə gördük. Bir mənalı da yanaşmamaq lazımdır. Çünki təriqətlər də bunu həqiqətən də çox istismar etdi. Baş örtüsü ilə qalmadılar. Təqva adı ilə, daha da Allaha yaxınlaşmaq düşüncəsi ilə, əslində cəhalətin bir təsirində qalaraq nəinki başın örtülməsini, üzün də örtülməsini, ələ əlcək taxılmasını, hətta 12 yaşına gəlməmiş kiçik körpə uşaqları belə örtməyə məcbur edənlər də oldu. Əlbəttə təzyiq göstərən və yaxud da bir çox səbəblərlə onların geyinməsini məcbur edən səbəblər çıxdı ortaya ki, bu şəkil əslində nə sünnədə yox üz örtülmə, əl örtülmə, uşaqların örtülməsi, nə də Qurani Kərimdə yox. Bu sırf təriqətlərin təqva adı ilə ortaya qoyduqları həddi aşmalardır. Ki, amandır, bunu görən bir qeyri-müsəlman qadın da deyəcək ki, mən belə bir dindən, yaxşı ki, bu dində deyiləm. Yəni, dindən də uzaqlaşdırma bir planıdır, projesidir. Əslində, qız uşaqları buluğ, yəni yetkinlik çağına gəldiyi zaman azad bir iradəsi ilə örtməsi gərəkən bir örtüdür, kəlağayı, baş örtüsü. Amma bu kəlağayının da baş örtüsünü belə istismar edərək çarşaf deyə bir geyim çıxartdılar. Nədir? Qara çarşaf. Əslində çarşaf İslamda olmayan, ta 2 əsr bundan qabaq Maltada, yəni indiki İtaliyanın Siciliya adasında rahibələrin yas yerində geyindikləri xüsusi bir geyim idi. Osmanlıda 1892-ci ildə 2. Abdülhəmid bunu qadağan edir tamamilə. Nədən? Səbəbini də deyir. 2 səbəb əsas irəli sürülür Osmanlıda çarşafın qadağan edilməsində. Birincisi, bu İslami bir qiyafət olmadığı və rahibələrin yas yerlərində xüsusi geyimi olduğu üçün. İslamdan uzaq bir geyim tərzi olduğu üçün. İkincisi isə bir qadınla kişinin cinsiyyətinin ortaya qoyulmadan sosial, ictimai ortamda bu çarşafa bürünərək bir çox cinayətlər törədildiyi üçün buna qadağa qoyuldu. Əlbəttə ki, son dərəcədə doğru bir qərardır. Niyə deyəsiniz? Çünki qadın kimi geyinməlidir. Yəni necə? Həddindən artıq çılpaq olmamalıdır. Yəni əxlaqi qaydalara riayət etməlidir. Çünki kişiləri bilin ki, kişilər həddindən artıq çılpaq gəzən qadınlara dəyər verməz. Siz öz hörmətinizi üzərinizdə saxlamaq, dəyərinizi itirməmək istəyirsinizsə, geyiminizə diqqət edəcəksiniz. Qadınların ən gözəl geyim şəkli Allahın kitabında bildirdiyi, göstərdiyi şəklidir. Qadın öz dəyərini qorumaq istəyirsə, Allahın bu göstərdiyi şəklə uyması ən gözəlidir. Məktəb direktorları da Allahın kitabına, əmrlərinə əhəmiyyət göstərmirsə, dininə məhəl qoymursa, heç olmasa bu xalqın milli, mənəvi dəyərlərinə, qadınlarına, uşaqlarına hörmət göstərsinlər. Uşaqları belə müəyyən bir formada dizdən yuxarı yubkalarla həm məktəblərdə nümayiş etdirməsi, həm dükkanlarda, şirkətlərdə bu çox ayıb bir şeydir. Xalqın inancına, xalqdan uzaq bir düşüncə, zehniyyət tərzidir. Allah bu zehniyyətdən bu xalqımızı qorusun.